Salam, dəyərli televiziya tamaşaçıları. Qərbi Azərbaycanla bağlı növbəti televiziya verilişinə başlayırıq. Bugünkü verilişimizdə Qərbi Azərbaycanın əhalisi, intellektual potensialı, adət-ənənələri, bu və digər məsələlərlə bağlı müzakirələrimiz olacaq. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində bu televiziya verilişi ərsəyə gəlir. Bugünkü qonaqlarımızı təqdim etmək istərdim. Basarkeçər rayon İcma sədrinin müavini, Qarabağ döyüşçüsü, bir sıra medalların laureatı, ehtiyatda olan polis polkovniki Mübariz Quliyev, Basarkeçər rayon Babacan kənd icmasının Ziyalılar Şurasının sədri İskəndər Namazovdur. Hər ikinizi salamlayıram, xoş gəlmişsiniz deyirəm. Çox sağ olun. Öncə istərdim ki, Mübariz müəllim, sizə sual vermək istərdim. Ümumiyyətlə, Qərbi Azərbaycan məsələsi, əhalinin ümumiyyətlə məşğuliyyəti, intellektual potensialı, təxminən bu aspektdə fikirlərinizi bildirərdi. Sonra keçək növbəti suallara. İlk öncə onu xatırlatmaq istəyərdim ki, mən həqiqətən də Qərbi Azərbaycan bugün çox aktual bir məsələdir. Qərbi Azərbaycana qayıdış konsepsiyası təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən vaxtında deyilmiş bir sözdür. Bugün də möhtərəm prezidentimiz tərəfindən uğurlu siyasət davam edir və bütün ölkəmiz səfərbər olub ki, Qərbi Azərbaycana dönüş ola. Burada Qərbi Azərbaycana dönüş deyəndə əsasən Qərbi Azərbaycandan illərlə 19-20-ci əsrdə ayrı-ayrı vaxtlarda 6 dəfə ayrı-ayrı tarixlərdə hələ 1800-cü illərin sonundan başlayaraq bütün bu əsr boyu deportasiya məruz qalmışdı Qərbi Azərbaycan. Burada aydın məsələdir ki, bizim keçmiş Sovetlər Birliyində SSR hakimiyyətin devrində də son zamanlar 70-ci illərdən sonra xüsusilə 80-90-cı illər Qarbaçov hakimiyyətdə olan zaman SSR-in Mərkəzi Komitənin birinci katibi olanda o bir sıra erməni radikallarından, erməni Daşnaksiyon Partiyasının üzvlərinlə yaxınlıq münasibəti yaratdı və onların təklifindən onlara dəstək olaraq sonuncu dəfə 1988-ci ildə Qərbi Azərbaycanda tamamilə ölkədə bir dənə Azərbaycanlı qalmamaq şərtindən deportasiya məruz qalındı. Amma ümumi götürəndə Azərbaycandan əsrlər boyu köçüb gələn Qərbi Azərbaycan kökəmli bizim vətəndaşlarımızın sayı milyon yarımdan artıq ölkədə, Azərbaycanda yaşayan milyon yarımdan artıq insanların sayı var. Və əlbəttə bununla bağlı geniş danışmaq olar. İndi biz təsəvvür edək ki, bu illərdən bəri görün bizim Qərbi Azərbaycandan gəlib deportasiya məruz olmuş bu insanların hər biri həm deportasiya olub yurdundan, yuvasından, həm də eyni zamanda Azərbaycanda ən iqlim baxımından çətin şərait olan yerlərə onların yerləşdirilməsi məqsəd yönlü şəkildə olmuşdur. Çox heyif ki, o vaxtki Komünist Partiyasının birinci şəxsləri, bizim hakimiyyətdə olan o vaxtki rəhbərlər də Moskvanın göstərişindən buna məcbur olub icra edirdilər. Məsələn, Qərbi Azərbaycan hər birimiz bilirik ki, dağlıq bir ərazidir, səfalı dağlarda, bulaqlarda, sərin bir məkanda yerləşmiş, bir tarixi yerdə yerləşmiş bir coğrafi baxımından belə bir yer olub. Amma onların 90% əksəriyyətini ayrı-ayrı vaxtlarda köçdə Azərbaycanda, Kür sahilində, ən isti olan yerlərdə yerləşdiriblər və köçüb gələndən sonra yurt dərdini çəkə-çəkə, eyni zamanda buradakı iqlimə uyğunlaşa bilməyib, yüzlərlə, minlərlə bizim soydaşlarımız dünyasını dəyişib. Bu sonuncu həyat göstərdi ki, şükürlər olsun ki, bu tək bizim bugünkü dərdimiz Qərbi Azərbaycandan qaldı. Bizim Qərbi Azərbaycandan sonra çox ürək ağrıcı məsələ o idi ki, bizim Qarabağımız da işğal altında qaldı. Qarabağdan olan bizim ölkəmizin də 20% torpağı işğal altında idi və nə qədər soydaşlarımız uzun illər Bakı şəhərində müxtəlif yerlərdə yerləşərək ağır bir həyat tərzi yaşayırdı. Bugün isə ölkə prezidentimizin apardığı bu uğurlu siyasət və
yenilməz ordumuzun apardığı o uğurlu nailiyyətlərin xoşbəxtliyini yaşayırıq. Ona görə ki, biz Qarabağımızı aldıq, artıq Qarabağ azaddır və Qarabağdan köçkün düşmüş bizim o vətəndaşlarımız, soydaşlarımız öz yurtlarına, yuvalarına qayıtdı. Bugün isə artıq prezidentimizin şüarıyla desək, hər bir Azərbaycanlı, Qərbi Azərbaycanlı olmalıdır. Qərbi Azərbaycan şüarının altında birləşərək Qərbi Azərbaycana dönüş həyatını yaşamalıdır. Biz inşallah buna əminik ki, bu bizə qismət olacaq və qısa bir zamanda biz Qərbi Azərbaycana dönüş edə biləcəyik. Qərbi Azərbaycan Azərbaycanın bir parçasıdır, ürəyidir. Azərbaycanımız illərlə onsuz da Dərbənd, Təbriz, Qərbi Azərbaycan deportasiyalara məruz qalıb. Bunun da əziyyətini sadə insanlar, vətəndaşlar, bizlər çəkmiş. Amma bugün ümidimiz var ki, inşallah bizim hələ o vaxtı gələn oradan atalarımız, analarımız, babalarımızdan da qalanlar var. Bütün bunlarla birlikdə biz vətənimizə dönəcəyik, vətənimizdə gedib o qəbristanlıqları, o dünyasını dəyişib orada qalan babalarımızın yurdunu ziyarət edəcəyik. Onlara bir yurdunda, qəbir daşının üzərində durub bir salam verəcəyik, onlarla salamlaşacaq. Əminəm bu çox qısa bir müddətdə bugünkü uğurlu siyasətimizin davamı olaraq biz buna yaxın vaxtlarda nail olacaq. İnsan hüquqlarıyla bağlı da bir kəlmə deyə bilərdim ki, mənim özümün də taleyimə bu acı həyat belə yaşandı. Mən özümün çox üzr istəyirəm. İlk o həyatda toy məsələsi olan məsələ də hələ mənim 23 yaşım var idi. Atam da 1-2 il öncə rəhmətə gedib, Allah hamısına rəhmət eləsin. Mənim atam kolxozda rəhbər olmuşdu, sədr olmuşdu, uzun illər aqronom işləmişdi Babacan kəndində. Mən də onun böyük evladı idim. Yadımdadır, mən hələ SSR Daxışlar Nazirliyinin, keçmiş SSR Daxışlar Nazirliyinin Voronezh Milis məktəbində yəni oxuyurdum. Mən iş fəaliyyətimi Rusiyadan başlamışdım, bu polis orqanlarına. Atam mənə məcburiyyətlə dedi ki, ay oğul, mən illərdə əziyyətlə bu evi tikmişik, böyük bir evimiz var idi, bağımız, baxçamız var idi. Amma burada toy edə bilmədik. Son zamanlar mən rəhbərliyin daimi yaxınlığındayam, onların danışıqlarından görürəm. Bizim rayonumuzun da rayon mərkəzi komitənin birinci katibi var idi, erməni. O da deyirdi ki, artıq bizim də gücümüz çatmır. Yəqin ki, Azərbaycan kəndlərinə böyük təzyiqlər başlayacaq. Bu da həqiqətən elə bütün kəndlərdə hiss olurdu son zamanlar. Demək olar ki, kəndə cür təsir edirdilər. Sözü qarışdırmaq istəmirəm. Ona o baxımdan atam mənə biraz belə bir ata məsləhətindən, ata tövsiyəsindən orada bizim toyumuzun olmağını arzuladı. Yəni evində bir xeyir iş olsun. O baxımdan yəni toyumuz da orada olmuşdu. Onda bizim kəndimizə gələn, məsələn, rayon mərkəzindən bizim kəndə bir 30 kilometr məsafə var idi. Rayonun, Basışəhər rayonunun ən ucqar kəndinin biri bizim kəndimiz idi, qərb tərəfdən. Kəndə gələn un məmulatlarını, çörək, duz, yağ, artıq bunu qəsdən düşünülmüş sürətdə gecikdirirdilər ki, insanlar məcbur olsunlar. Yəni, hazırlayırdılar ki, insanlar köçün keçsin. Bu qədər güclü təzyiqlər gəlirdi ki, sadəcə olaraq vətəndaşlarımızın, bizim doğmalarımızın vətənə bağlılığı, vətənə olan sevgisi, evinə, ocağına olan sevgisi bütün bu təzyiqlərə baxmayaraq onlar dözürdülər, öz təsərrüfatlarıyla məşğul idilər, yaşayırdılar, hər şey öz qaydasında idi. Amma 88-ci ildə artıq köç maşınlarını devlət tərəfindən təşkil olundu, göndərildi və əhaliyə çox böyük təzyiq, silah təzyiqindən, hərbiçilərin gücündən əhalinin belə də üzdə olan bir kravatından, yorğandan, döşəyindən bəzilərinin o maşınlara qoyub ilkin qaçmasını, köçməsini təmin elədilər. Sonradan isə cəmaat malqarasından kənd təsərrüfatı, Qərbi Azərbaycanda hər yerdə kənd təsərrüfatla dolanırdı insanlar. O öz təsərrüfatlarını gətirmək üçün Kəlbəcər və Gədəbəy dağlarından bizim rayonu deyirəm, Basakişəhər deyirəm. Digərləri də Dərələz, hər bir o Zəngəzur, Qafan, hərə öz sərhədi olaraq
məcburiyyət qarşısında Azərbaycana köç elədilər. Mən onda özüm demək olar SSR Milis Məktəbində kursant dinləyici idim. Bizim məktəbin də tələbələrinə həmin vaxtı ictimai asayişin qorunmasıyla əlaqədar bizi ezam elədilər. İlk öncə cəmi 4 gün biz Spitak zəlzələsində iştirak elədik, ora göy kömək kimi. Sonradan isə Gəncə şəhərində oldu uzun illər. Mən hələ o dinləyici olan vaxtı, kursant vaxtımda da Göyçəyə özüm öz təşəbbüsümlə, onda Rus SSR-nin kursantı kimi bizə heç kim sual vermirdi. 2 dəfə getdim, ziyarət elədim. Sizi inandırıram, danışanda adama çox ağır gəlir. O tarix yaddaşır, insanın fikirləri keçmişə qayıdır. Mən o kənddən gedən Qərbi Azərbaycanlılarının yurtlarında qalan, üzr istəyirəm, bağlı qalan itlərin acından ölü-ölü orada bağlılıqda qalanlarının biz neçələrinin açdıq, əlimizdə olan çörəkdən biraz belə onlara rəhəm kimi. Eyni zamanda da oranın, o necə deyərlər, o təsərrüfatdan da qalan malqaralar, o mənzərəni Allah heç kimə göstərməz. O mənzərəni yaşatdı bizə və mən doğrudan da o mənzərələr tarix yadıma düşəndə belə bir hisslərlə yaşayırsan. Artıq insanın fikrindən düşündüyü fikirlər yaddan çıxır. Sonra tariximizlə də bağlı bir iki kəlmə deyərdim ki... Üzr istəyirəm Mübariz müəllim, yəni siz çox maraqlı danışırsınız həqiqətən. O növbəti sualları vermək istərdim. Buyurun. Və istərdim ki, İskəndər müəllim də fikirlərini bildirsin. Yəni belə əlbəttə, ardıcıllıqla müzakirələrimizi davam etdirək. Əlbəttə. Yəni təbii ki, 2028-ci ildə Qərbi Azərbaycandan belə deyək də qovulmuş Azərbaycanlıların arası 40 il tamam olacaq. 40 il böyük bir dövrdür. Bəli. Adət-ənənələr insanların həyat tərzinə təsir elədi, adət-ənənələrə təsir elədi. Müəyyən qədər insanların hardasa səhhətində ciddi problemlər yaratdı. Siz qeyd edirsiniz, yəni çox aran yerləri gətirib yerləşdirirlər. Yəni uyğunlaşdırma biraz çətin oldu o baxımdan. Adaptasiya biraz çətin olurdu. Ümumiyyətlə belə götürəndə adət-ənənələrlə bağlı, Qərbi Azərbaycanda yaşayan insanların adət-ənənələrlə bağlı İskəndər müəllim, sizin fikirlərinizi bildirərdiniz. Nə dərəcədə qorunub saxlanıb bu 40 il ərzində? Oradakı adət-ənənələr hamısı mənim gözümün qabağında. Mübariz müəllim yaxşı bilir. Ən yaxşı kollektiv adət-ənənə oydu ki, uzun qış gecələri, Göyçənin qış gecələri, Şaxdırı gecələri, insanlar yığışırdılar bir evə, söhbət edirdilər. Biraz qeyri-etik çıxsa da, mənim babam İsrafil kişi qara nağıl danışırdı. Nağılı 7 gün danışırdı. Saxlayırdı, deyirdi sabah növbəti, gəlin, dalı davamı. 7 gün nağıldı, qara nağıl deyirdilər ona, danışırdı. Bayram vaxtı, bayram çatırdı, Novruz bayramı. O vaxtı 60-cı illərdən söhbət gedir, kasıbçılıq idi. Kimin imkanı var idi, özü öz təşəbbüsünlə kəndi dolaşırdı, kimin nəyi var? Aş pişirməyə yağ varmı? Düyüsü varmı? Ərişdəsi varmı? Bax, bu mənada mənim babam 2 gün qalmış, 3 gün qalmış, kəndi ərlənirdi və kimin nəyə çatmırdı, o kimdə ki var idi, ondan alırdı. Məsələn, bir stəkan yağ, un verirdi, ərişdəsindən alıb ona verirdi. Onun yağı var, o ərişdəsi olana verirdi. İndi bu adət-ənənələr belə deyə də qorunub saxlanılırmı? Yəni bu sonraki dönəmlərdə? Vallahi mən indi inanmıram, indi hamı çəkilib öz aləminə. Amma belə, bax bu icma bu mənada çox maraqlı oldu. İskəndər bax bu icma yaranandan sonra biz bir-birimizi təşkilatlanma gedirdi, yəni bir-birimizi tapdıq, bir-birimizi axtardıq. İskəndər müəllim, istərdim ki, siz belə deyə də mədəniyyət işçisiniz. Həmin icmanın, həmin o kəndin, həmin o ərazinin, Basarkeçər rayonunun o haqqında bir məlumat verərdiniz.
tarixi abidələrindən tutulmuş, ümumiyyətlə yaddaşınızda necə qalıbdı? Artıq o ermənilər izi də siliblər demək olar ki, bu 40 il ərzində. Yaddaşınızda necə qalıb? Əkrəm müəllim, çox maraqlı sual verdiniz. Bu suala cavab vermək çox vaxt aparar. Mən bir hissə danışım sizə. Bax, söhbət ondan gedir ki, Qərbi Azərbaycan, eləcə də Ulu-Göyçə birbaşa Dədə Qorqudun vətənidir, yurdudur. Bunu mən söz gəlişi demirəm. O dastanda olan Altın Taxt, Gökçə gölü, bizim kənd Babacan, Baybəcan toponimindən əmələ gəlmiş Baybəcan toponimi. Siz də bilirsiniz ki, elm aləmində də məlumdur ki, Baybəcan Bayandır xanın nəslində orada başçı idi, sərkərdə idi, Muran Əli idi, Türk ellərini qoruyurdu, sərhədlərini qoruyurdu. Bax, həmin o kənd, həmin o Babacan kəndi oradan yaranır. Orada izlər var, orada, məsələn, bizim Qərbi, eləcə də Göyçə cəmaatının şivəsində, Dədə Qorqud dastanında oxuyanda görürsən ki, nə qədər doğmalıq var, nə qədər yaxınlıq var. Oradakı adlar, o dastanı oxuduqca o adlar, o tarixi adlar, o yerlər, o örüşlər, hamısı gəlir uzlaşır. Dədə Qorqudla bağlı olduğunu dəqiqdir. Bunu biz bilmirdik, biz dərk eləmirdik. Bunu bizə Sovet hökuməti vaxtında bizə imkan vermirdilər ki, biz bunu araşdıraq, öyrənək. Ziyalılarımız da, alimlərimiz də bununla məşğul ola bilmirdi. Amma sonra imkan oldu. Ən uzağı bu Dədə Qorqud dastanı əlimizə alıb bir vərəqlədik. Ondan sonra orada olan hadisələr, məsələn, 1975-ci ildə bizim kəndin adını niyə dəyişdilər? Babacan kəndini niyə dəyişirdilər? Brejnevin vaxtı idi, beynəlmillətçilik hökm sürürdü, şuarlar, amma əslində elə deyildi. Nə qoydular bəsin yeni adı? Qızılkənd, o da Qızılkənd, ermənicə bir erməni adı qoymuşdular. Bilmirəm, Mübariz müəllim yadında qalıbdı, o nə adı idi? Bizim cəmaat getdi, böyük bir etiraz yarandı. Bizim cəmaat getdi, maşınlara, qaz 51-lərə, mindilər, getdilər Ermənistana, İrəvana. Orada Mərkəzi Komitədə şikayət elədilər. Çox böyük, orada qadınlar da getmişdi, uşaqlar da getmişdi, cavanlar da. Bu işin qarşısı alındı. Amma ermənicə götürdülər, bu dəfə adını Qızılkənd qoydular. Çəkmədilər, o kəndin adını niyə dəyişirdilər? Çünki bizi bizdən yaxşı tanıyırdılar. O Babacan, o Baybəcan onların gözünə ox olurdu. Onlar tarixi bilirdilər. Onlar təbii ki, izləri itirmək üçün müəyyən addımlar atırdılar, yəni o dönəmdə deyilər. Oradan davam etmək istərdim, Mübariz müəllim. Siz belə hüquqşünassınız. Ümumiyyətlə, o təzyiq elementləri Sovet dönəmində də, yəni o 80-ci illərin axırlarında başlamışdı hardasa. O barədə sizin təəssüratınız necədir? Yəni, müəyyən qədər təmaslarınız vardı həmin kəndən, gedib gəlirdiniz. O təzyiqlərlə bağlı fikirləriniz necədir? Aydın. Əlbəttə, yox, gedib gəlmək yox, elə mən kəndimizdə orta məktəbi bitirmək, hamısı kəndimizdə olub. Qısa bir müddətdə 86-cı ildən 88-ci illərə qədər mən hərbi xidmətdən sonra o cavanlıq arzularım idi, polis olmaq. O baxımdan Rusiyada polisə düzəlib o SSR-nin milis məktəbinə qəbul olmuşdum. Amma mən kəndimiz bugünə kimi hər nöqtəsi xatirimdədir. Bir daha deyirəm, çox böyük təzyiqlərə məruz qaldı Qərbi Azərbaycan insanları. Adətən biz indi rayon mərkəzinə, Yerevan şəhərinə gedəndə istənilən bir müraciətdə adi bir rus dilində indi erməni olduğuna görə biz erməni dilini dərindən bilə bilmirdik. Bizdə tədris son zamanlar başlamışdı, erməni dili yox idi. Belə ümumi bir neçə sözlər bilirdik. Rus dilinə bir müraciət eləyəndə ermənilər bizə çox böyük bir təhqir formasından cavab verirdilər. Cavab verməzdilər. Onlar Azərbaycan dilində danışırdılar. Deyirdilər, ya öz dilində danış, ya erməni dilində. Məcbur edirdilər ki, erməni dilində danışasan. Biz də onu bilə bilmirdik. Yəni, bunların təzyiqi bizim hər addımımızda biz o təzyiqə məruz qalırıq. Biz deyəndə bütün Qərbi Azərbaycanlılar o təzyiqə məruz qalırdı. Ermənilərin yalnız bir amalı var idi.
böyük erməni dünyası yaratsınlar və bizə o təhqir olaraq onlar türk deyirdilər öz aləmlərində. Yəni bizi belə. Amma əslində türklərlə onların əvvəlki tarixində, indi biz tarixi çox dərinləşdirmək istəmirik. Onlar türklərə düşmənçiliyi ona görə eləyiblər ki, türkləri onların heç vaxtı güc göstərə bilməyiblər. Mən rəhmətli atamla Yerevana gedəndə bir dəfə apardı məni bir dənə kinoteatrı idi, bilmədiyim bir mədəniyyət evi idi, böyük Ermənistanın. Atam Yerevanda qurtarmışdı, Gənclər Təsərrüfat Texnikumunu, özdə yəni, çox cavan yaşlarında. Apardı, həmin o teatrdan danışdı ki, ay oğul, mən burada tələb olanda bizi buraya gətirmişlər. Bunun içində bu binanın o qədər vahiməli bir türkə nifrət olaraq o qədər vahiməli şəkillər var ki, burada ananın onların təsvir elədiyi hissələrdə elə göstərmişdilər ki, güya türklər o qədər bunlara vəhşi formada hücumlar eləyib, analarının hələ sağ olarkən uşaqlarını yabada, nədə deyir, biz tələbə olaraq o hissi yaşayanda adam öz-özünə belə bir nifrət yaranır ki, necə elə belə özün az qarşısan unudarsan ki, mən axı türkəm, mənim millətimin qanında belə vəhşi obrazlar yoxdur. Bu yalnız erməniyə məxsusdur. Necə ki, gözümüzün qabağında Xocalı soyqırımında insanları diri yandırmaq, gözlərini çıxartmaq, körpə anasından olmayan uşaqları ana qarışıq yandırmaq, bu bunlara məxsusdur. Bu İslamda, Türkdə, Azərbaycanda bu hərəkətlər heç vaxt ola bilməz. Atam özü ziyalı olaraq, o vaxt tələb olarkən, deyir, o qədər belə bir vahimi ilə onları çəkib yaradırdılar ki, biz oradan deyir, çıxanda özümüzə şübhə edirdik ki, necə biz bu millətin nümayəndəsi. Sovet dönəmində oldu da proses. Bəli, Sovet dönəmində. Mənim atam elə, nə bilim, mən doğrusu deyim, elə o indi tələb olanda, mən 66-cı illərdən olmuşamsa, atam oxuyub 62, 63-də, 60-cı illərdə texnikumda tələb olanda, bunlar belə bir kinolar, belə bir lentlər, belə bir çəkilişlərlə təbliğ edirdilər ki, türklər, yəni bu cür bir vəziyyət, onu indi təsəvvür edin, buna Azərbaycanlı baxır və özü-özünə inana bilmir ki, bu cür bir obrazı yaradan bir xalqın nümayəndəsiyəm, özü-özünə deyir, şübhəli qalırdın ki, indi gör bunu ermənilərin hər məktəbində bunu təbliğ edirlər. Elədir, bu haradasa bir erməni xəstəliyi idi, yəni uzun illər davam edən erməni xəstəliyi idi ki, onların tarix kitablarında, bütün teleməkanında belə proseslər davam eləyirdi. Yəni son illərə qədər bu xəstəlik davam eləyirdi. Üzr istəyirəm, Əkrəm müəllim. Bizim Türk oğlu, Türk Yunus Qəhrəmanoğlu Rzayev var idi. Allah ona rəhmət eləsin. O bizim rayonda katib mərsi. Elə üzr Rayon istəyirəm. Partiya Komitəsinin birinci katib İskəndər işlədi. müəllim, elə üzr istəyirəm, mən ona gətirmək istərdim ki, yəni rəhbər vəzifədə çalışan Azərbaycanlılara təzyiq. Yəni o məsələ ilə üzərinə gətirmək istəyirəm. Bax, ondan başlayaq. Misal üçün, rəhbər vəzifələrdən... O kişi nə qədər ki, birinci katib idi, Rayon Partiya Komitəsinin birinci katibi. Biraz qorxurdular, çox qorxurdular. O çox cəngavər bir kişi idi. Əsl Türk oğluydu. 68-ci ildə onu şərrədilər. Böhtan, şər onu vəzifədən çıxartdılar. Birinci katib işləyib də? Bəli, bəli. Basarkeçər rayon Partiya Komitəsinin birinci katibi Yunus Rzayev. Çox maraqlı kişi idi. Mən onun şəxsən nitqinə qulaq asmışam. O İstiqlal Sovetinə deputat seçilmişdi. Bizim Qafozun sədri, o da ağsaqqal kişi idi, çox maraqlı, İlyas o tanırdı. Onun şərəfinə 2 kilometr stollar düzmüşdü, 100 metrdən bir. O qədər o cəngavər kişi idi. Onu ki götürdülər, özdə belə ifrat dərəcədə böhtan, şər, böhtan atdılar və o getdi. O gedəndən sonra bax bizim zülmlər başladı. Ona qədər ziyalılarımız orada qalırdı. Məsələn, ona qədər onu getirmələri vardı, Qəşəm Aslanov. İkinci katib işlədi. O getdi, hamı getdi. O gedəndən sonra bir ziyalı qalmadı orada. Hamısını yola saldılar. Və mən diqqətinizə çatdırım ki, o gəldi sizin Şamağıda siz, mən eşitmişəm siz əslən
Qərbi Azərbaycandan zaman Şamaxıda məskunlardı. Əvvəllər Şamaxının birinci katib oldu. Bütün o düzlər, o ormanlar hamısı üzümə çevrilmədi. Siz dəqiq bilir. O qədər işgüzar, o qədər maraqlı. O insanlar, o ancaq güzaran insanlar yaşamaq üçün eləyirdi onu. Və bizi də yaşadırdı. Biz də yaşayırdıq. Elədir. O gedəndən sonra vəziyyət qarışdı. Ümumiyyətlə, bu təzyiq prosesi davam eləmişdə, yəni vəzifədə oturan insanlara qarşı, yalnız sizin rayonda ümumiyyətlə Qərbi Azərbaycan kontekstində davam eləyirdi. Bu, əhalinin haradasa müəyyən qədər təhlükəsizlik üçün bir ciddi siqnal idi mənim dövrdə. Ciddi siqnal deyəndə bu ziddiyyət hər zaman olub orada. Bayramlarda, nə bilim, yoxlamalarda insanlara çox xırda bir, nə bilim, inzibati qayda pozuntularına cinayətkar gözündə baxırdılar. Azərbaycan vətəndaşlarına çox ciddi cəza tətbiqi görürdülər. Amma eyni zamanda da bilirsinizmi, indi tarix boyu görmüşük də, siz doğru buyurdunuz ki, idarə edən şəxsdən hər şey asılı olur. Birincilər sırasında olan Azərbaycanlıları bir müddət hələ ilkin olaraq çox təsir edə bilmirlər. Sonradan ki, İskəndər müəllim demişkən, bu ikinci etap başladı təzyiqlər, artıq Azərbaycanlılar yalnız və yalnız ən böyük bir vəzifə baxımı məktəbdə müəllim ola bilərdi, istənilən təhsilin, istənilən savadın sahibi və yaxud da kənddə kolxoz idi, kolxozda aqronom, maliyyə, nə bilim, hesabdar, sədir, bunlar da bir qayda olaraq Azərbaycanlılar olardı. Digər bir vəzifə, nə hüquq mühafizə orqanlarında heç vaxt imkan vermirdilər. Məsələn, bizim rayonumuzda da Azərbaycanlılardan olan məhkəmə işçiləri var idi, prokurorluqda, polisdə belə orta vəzifələrə qədər. Onların hər birini müxtəlif təzyiqlərlə uzaqlaşdırırdılar ki, mərkəzdə Azərbaycanlılara qarşı hazırlanan o siyasi məsələlərdə, hücumlarda onlar iştirak eləməsin, məlumatlar olmaz. Həqiqətən də, məsələn, İskəndər müəllim çox gözəl buyurdu, mən ona dönmək istəyirdim. Məsələn, bugün biraz da belə qısqanclıq baxımından Qərbi Azərbaycanlılar haqqında söz düşəndə deyirlər ki, Heydər Əliyevə olan sevgi, Heydər Əliyev bunlara belə bir dəstək. Heydər Əliyev doğrudan qeyri-adi bir insan olub, qeyri-adi şəxsiyyət olub. Bu, dünyada ikinci bu qədər dahi bir siyasətçi mən təsəvvür edə bilmirəm. Heydər Əliyev Milli Təhlükəsizlik Naziri olanda Azərbaycanda, KGB-nin sədri olanda, Yerevan şəhərində olan bütün o SSR məkanında olan ildə bir respublikada iclaslar olur. O Yerevana 2 dəfə səfər olmuş, ikisində də gəlib Göyçəni, Zəngəzuru, Qərbi Azərbaycanı gəzib, ziyarət edib, oranın ziyalılarını, ağsaqqallarını görməmiş dönmürdü. O Dədə Ələsgərin gəlib o ziyarət eləmişdi ocağında olan o. Bu nədən gedirdi söhbət? Bu ondan gedirdi ki, o böyük Azərbaycanlı idi. Azərbaycanın vətəndaşlarının harda olmasından asılı olmaraq onlara həmişə dəstək, dayaq göstərirdi. O baxımdan da əlbəttə biz də hamımız Ulu Öndəri sevirik, onun o qayğılarını biz heç vaxtı qaytara bilmərik. Və hələ ilk prezident təyinatında da ilk dəfə Qərbi Azərbaycana dönüş məsələsində qoyan elə rəhmətli Heydər Əliyev oldu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Və siz çox vacib məqamlara toxunursunuz. Həqiqətən də bu koordinasiya olunurdu. Yəni yüksək vəzifələri Azərbaycanlıları bir mənalı şəkildə qoymaq mümkün. Məqsəd o idi. Yəni həmin dövrdə heç Azərbaycanda heç kimin ağlına gəlməzdi ki, yüksək vəzifə hər hansı bir digər millətin nümayəndəsi olsa problem olar, olmaz. Bunlar isə koordinasiya olunurmuş. Yəni bunlar uzun müddət hazırlaşırdılar məsələlərə. Və istərdim ki, İskəndər müəllim, sizlə söhbətimizi davam etdirək. Təmsil olunduğunuz icma, ümumiyyətlə o kənd ilə bağlı bir məlumat verərdiniz. Nə işlər görür? Ümumiyyətlə bir Ziyalılar Şurasının sədrisiniz. O aspektdə hansı işlər görürsünüz? O barədə bir məlumat verərdiniz. O barədə Mübariz müəllim cavab versəydi yaxşıdır. Çünki o işin başında o durur. Mübariz müəllim bu icma yaranandan sonra bayaq sual verdiniz. Dediniz ki, oradakı adət ənənə burada davam eləyirmi? İcma ki yarandı.
Və belə maraqlı kişilər o bizim icmanın başında oldu. Təkcə bizim kəndi demirəm, kəndləri. Elə bil ki, bir yenilik, bir qaynama yarandı, bir dönüş yarandı. Bir yurda dönüş, həsrət elə bil sona çatır, elə bil hazırlaşırıq ki, getməyə. Bax, bu yöndə çox böyük işlər gedir. Nə qədər əhalisi var? Ümumiyyətlə, hər şeyinizə sual verim. Nə qədər əhalisi var? Ümumiyyətlə, əlaqələr necədir? Koordinasiya işi necə gedir? Ümumiyyətlə, təmaslar necədir? Təşkilatlanma necə gedir? Kənddən gələndə 250 təsərrüfat idi. Qaçdı. Oradan ki, qaçdılar, soyqırıma məruz qaldılar. Oradan qaçanda 250. Amma indi çoxdur. İndi belə fikirləşirəm ki, bir 800 ailə var. Və mən bildiyim qədər Qərbi Azərbaycan kəndləri içərisində ən çox şəhid verən kəndlərdən də biri Babacan kəndidir. O şəhid ailələri ilə ümumiyyətlə təmaslarınız necədir? Qərbi Azərbaycanın ümumiyyətlə hər yerindən doğrudan şəhidlər hədsiz çoxdur. Bizim kəndimiz rayonumuzda əhali baxımından götürsək, şəhid sayını düşsək, ən çox şəhid verən kəndlərin biridir. Hər kəndin şəhidləri çoxdur. Amma ümumiyyətlə rayonumuz üzrə götürsək, Zod kəndində daha çox şəhid var. Zod kəndi bizim kənddən 2 dəfə böyük idi. O baxımdan onlarda şəhidlərin sayı bizdən çoxdur. Amma bütün kəndlərimizin şəhidləri var. Biz şəhidlik, hamımız o barədə danışırıq. Doğrudan da böyük bir zirvədir. Böyük bir talihli insanlar yaşayır və xoşbəxt talih olub. Həqiqətən elədir. Mən özüm ilk təyinatımı Azərbaycan alanda atam rəhmətli gedib rəhmətli Məhəmməd Əsədova müraciət eləmişdi ki, mənim oğlum SSR Daxışlar Nazirliyi Milis Məktəbində oxuyur, Rusiyadadır, gəlmək istəyir. O da demişdi ki, ancaq Qarabağa götürə bilərik. O da demişdi, hara məsləhət bilsəniz, mənim oğlum gələcək. Yəni, bu baxımdan bir valideyn olaraq mənim də özlərimə məsləhət qoymuşdu. Mən artıq Moskvaya təyinatımı da almışdım. Talib elə gəldi. İlk təyinatımı aldım mən Azərbaycana və Şuşa polisinə. Bölüm komandiri, tağım komandiri və digər müharibənin Şuşanın 90-cı ildən 92-ci ilə qədər olan talihini yaşadım. Həmin devirdə bizim kəndimizdən 30-dan artıq könüllü olaraq, hələ onda Müdafiə Naziri yaranmamışdı, könüllü olaraq müharibəyə yazılıb gələn, mən onların təsadüfdən Şuşada görəndə tanıyırdım ki, kəndçilərimdir da, Şıxovdan deyilən bir hərbisə yaranmışdı, həmin o dəstə ilə gəlmişdilər. Müdafiə Nazirinin könüllülərindən gələnlər idi. Tək kəndimiz yox, bütün Qərbi Azərbaycanlıların orada mən sayını çox görürdüm, həddindən artıq. Bu nədən əmələ gəlirdi? Bu, o vətənə olan sevgi, o qisas, o erməniyə olan nifrət, istəyirdik ki, babalarımızın və ümidimiz var idi o vaxtı bir məqam yarandı ki, doğrudan da məsələn mən Şuşadan inanın ki, tam səmimiyyətimlə deyirəm, bütün o Şuşalı, Laçınlı, fərq yox da döyüş yoldaşlarla bizdə artıq elə ümid yaranmışdı ki, biz sabah Naxçıvana gedəcək, yolu açmışdıq artıq. Qərbi Azərbaycan məsələsinə, yəni kifayət qədər bu günləri Qərbi Azərbaycan məsələsi belə deyək də, yalnız şüarlarla deyil, konkret işlərlə olmalıdır. Kifayət qədər ciddi elmi araşdırmalar ortalığa qoyulmalıdır. Orada izləri ermənilər itiriblər artıq. Biz bilmirik orada o tarixi abidələr qalıb, qalmayıbdır. Misal üçün, İrəvan şəhərində yalnız bir dənə məscid qalıbdır. Qalan hamısını sıradan çıxardıblar. Digər kəndlərdə də həmçinin elə. Yəni, Basarkeçər rayonunda belə deyək də, hər hansı bir tarixi ilə bağlı, mədəniyyəti ilə bağlı bir çap işləri, müəyyən bir işlər görülürmü siz tərəfdən? Müəyyən qədər hər hansı bir cəhdlər olurmu bu barədə? Əlbəttə, biz Basışəhər icması olaraq həqiqətən icma sədrimiz Nuru müəllim başda olmaqla, təbii ki, icmanın ümumi rəhbəri, bizim dəyərli Milli Məclisimizin özvü, bizim hörmətli Əziz müəllimdir, Əziz Ələkbərli. Əziz müəllimin rəhbərliyi altında icmada çox böyük təşkilatlanma işləri gedir. Bizim il ərzində ondan artıq böyük kütləvi tədbirlər keçib. Basışəhər icmasının həkimləri haqqında böyük kitablar çap olunub, artıq tətbiq olub. Müəllimlər haqqında, eyni zamanda Nuru müəllim də qarşımıza belə bir məqsəd qoymuş ki, hər bir kəndin bütün peşə sahibləri haqqında kitablar və o adət-ənənələrin yaşanması və doğru buyurdunuz. 88-ci ildə Qaçaqaç devrində demək olar ki, mən deyərdim, bizim kəndimiz qismət baxımından, talih baxımından
uğurlu köç edən kəndlərdən biri oldu. Yəni o baxımdan ki, qısa bir zamanda bütün kəndimizin əhalisi Bakı şəhərində məskunlaşdı. Kəndimiz elə kəndlər var ki, məsələn 100 ev olub 50 rayonlara bölünür. Bizim kənddə yığcamdır. Bu baxımdan bizim iclasların da keçirilməsi çox rahat olur. Biz orada olan, məsələn, Dədə Ələsgərin möhtərəm prezidentimiz tərəfindən böyük heykəli Bakının mərkəzi küçəsində Atatürk heykəli ilə üzbəüz bir məkanda Nəsim rayon ərazisində qoyuldu. Biz Dədə Ələsgərin ocağının ətrafında birləşməklə bugün Qərbi Azərbaycana qayıtmaq üçün çox böyük proqramlarımız var və uğur işlərimiz davam eləyir. Ayrı-ayrı vaxtlarda hər bir Qərbi Azərbaycanlı kimi mən də bir-iki dəfə Göyçə mahalına artıq Kəlbəcərdən biraz da həyatımızı risk altına alaraq kəndlərə ziyarət edib gəzmişik. Kəndlərimizdə də həm internet baxımından, həm bugün Rusiyada olan Azərbaycanlı soydaşlarımızın vasitəsindən son çəkilişlərə baxırıq. Düz də imkanları qədər dağıdıblar, amma hələ qalan bir neçə abidələrimiz var. Onların qorunması üçün mən əminəm ki, prezidentimizin bu apardığı siyasətin uğuru və bizim bu yenilməz ordumuzun o dəmir yumruğu onlara öz sözünü deyəcək və biz artıq sülh yolundan, müharibə yox, sülh yolundan bu yaxın illərdə biz kəndimizi həm ziyarət edəcəyik. Eyni zamanda hədəfimiz öz doğma evlərimizdə, işlərimizdə gedib yaşamaqdır. Bu da nəsib olur. Təbii ki, dinc qayıdış əsas prioritetdir. Yəni dinc qayıdış, yəni bəli, bir mənalı. Topla tüfəklə yox, yalnız dinc qayıdış. Bir mənalı. Beynəlxalq hüququn imkan verdiyi tərzdə dinc qayıdış prosesidir. İsgəndər müəllim, siz mədəniyyət işçisiniz. Ümumiyyətlə, kəndin, kəsəyin, ərazinin tarixi abidələri ilə, mədəniyyəti ilə bağlı, dəyərləri ilə bağlı, nə yadınızda qalıb? Ümumiyyətlə, hansı belə xatirələriniz var o məkanlarla bağlı? Bizim kəndin Yolaşan deyilən bir ərazisi var idi. Oranı qazıntı aparmışdılar. Bilmirəm kim qazırdı onu. Ya qızıl axtaranlar qazırdı, ya ermənilər qazırdı. Mən dəqiq bilmirəm onu. Oradan skeletlər çıxırdı, oradan insan sümükləri çıxırdı. Və belə mən bax orada çox böyük, mən uşaq idim, gedirdim, baxırdım o qazıntılara zada, baxırdım kəllə, nə bilim, əksəriyyətin də elə bir ki, çənədə dişi yox idi, belə bir vəziyyət. Bunlar soyqırımın harasa izləri idi, Azərbaycanlara qarşı törədilmiş soyqırımın izləri oldu. Soyqırımın izləri, bax, o Yolaşanda qaldı. Sonra Kölmün dalı deyilən bir ərazi var idi. Orada hətta o keçmişin qalıqları, məsələn bizim kənd iki çayın arasındadır. 16-cı əsrdə yaşamış bizim böyük bir yazarımız var idi. Şımpırlı sözcüğü. Şımpır bizim kəndin ətrafında bir dərədir. Yaşıl dərədir. Düz dənizdən, Göyçə gölündən başlayırdı Gədəbəyə qədər. Bir tərəfi Ardış meşəsi, bir tərəfi Palıd meşəsi. Bax, o Şımpırlı sözcüğü bax orada yaşamışdı. Həm də o dövrünün zamanəsini tənqid edən şeirlərlə bərabər lirik şeirlər də yazırdı. O çox təəssüf ki, biz onu köçürtmədik. Qalınmı ümumiyyətlə onun irsindən hər hansı? Var, kitablarını mən tapmışam, indi bu yaxında şeirlərini gətirib təqdim edəcəm. Doğrudan tapmışsınız. Bəli. Amma mən bilirdim ki, o vaxtı Əli Həkim, bir də mənim atam onun şeirlərini əzbər bilirdilər. Və mən çox da, indi Mübariz müəllim... Aşıq Fətullada var, bizim Göyçəli aşığımız var. Xəbər verir ki... Fətullah mənə söz verdi ki, Aşıq Fətullah onun böyük əl yazmalarından olan şeirləri onda kitab halındadır, Gəncədədir. Sadəcə qısa bir müddətdə mən görüşüb o kitabları təqdim edəcəm. Demək istəyirəm ki, Şımpırı sözün həqiqi mənasında klassik olur. Adı necə gedir dəqiq adı onun? Söygülü, Şımpırlı Söygülü şairədir. 1800-cü illərin şairəsidir. ASTV-də onun çəkilişi ilə bağlı 1800 yox əvvəldə 17-ci əsrin şairidir. 1800-cü illərin sonunda yazıb. Sonu yox, əvvəllər. Əvvəl olsa 1800-cü illərdən yaşayan olub. 22-ci, 25-ci illərin. Onunla bağlı
87 mi 84-cü il, 83 il ASTV-dən gəlib bizim kənddə böyük bir çəkiliş getdi və orada indi arxivdən onu ala bilmirik də, arxivdə o var. Onu biz müraciət Onun edək. qəbrini təzələdilər. Qəbrini təzələdilər. Onun başdaşını oxuyanlar var idi, tapdı. Həmin o Bakıdan gəldi. Böyük tarixdir. O bizim fəxrimizdir. Ondan da əlavə bizdə el şairləri deyirdilər. Yunus kişi var idi, rəhmətli. Sonra bizim aşıqlarımız var idi. Kəndimizdə ondan çox aşığı var idi. İfasılarımız. Məsələn, aşıqlardan Aşıq Şükür, Aşıq Qədir, Aşıq Mikail, Aşıq Vali. Bu ənənələr var. Bugün qorunurmu? Tabii Bakıya bir belə Çoxların evlatları öz babalarından qalan adət-ənənə olaraq həmin o zurnası, balamanı, sazı, ifası var. İmran kişi var idi, çox məharətli çalırdı. Onun oğlu Əziz Göçəli tez-tez ekranlarda görünür. O balabanda, zurnada ifa edir. Kənd tədbirlərinin hər birində olur. Eyni zamanda onun qardaş oğlu adı Ram Göçəli. O da bu yaxınlardan rəhmətə getdi, Aşıq Qəhrəman. Axırıncı aşığımız da var oldu, rəhmətə getdi. Ramın atası. Allah rəhmət eləsin və söhbətimizi yekunlaşdıraq artıq. Yəni sona gəlir, verilişimizin sonuna çatırıq. İstərdim ki, belə deyək də, qayıdış təbii ki, bir müəyyən təhlükəsizlik məsələləri var. Siz hüquqşünassınız, daha gözəl bir son məsələləri. Ümumiyyətlə, təhlükəsizlik məsələləri təmin olunması, əhalinin oraya qayıdışı da bir ciddi problemdir. Digər tərəfdən, əmlak məsələləri var. İnsanlara böyük illər uzunu yığdığı vəsait bir an içində yox olub gedib, dağıdılıb gedib. Bunun kimsə ödəməlidir bunu. Bu beynəlxalq məhkəmənin predmetidir bu. Təhlükəsizlik və belə deyək də əmlaka dəyən ziyanın ödənilməsi. Nəinki əmlaka, həm də mənəvi sərvətlərdən ödənilməsi. Bu aspektdə fikirlərinizi bildirərdiniz. Hər ikiniz xahiş edirəm və ondan da söhbətimizi yekunlaşdıraq. İkrəm müəllim, yurd həsrəti, yurd çox ağır bir məfhumdur, o həsrət. O itki, o ağrı, o mənəvi əzab, onu heç nə ilə dəyişmək mümkün deyil. Ən ağır xəstəni iynə vururlar, 1 saat, 2 saat sakitləşdirirlər. Amma o yurdun həsrətini dərmanı yoxdur. Onun dərmanı ancaq qayıdışdır. O da bizim hörmətli prezidentimiz anonsunu verir, biz də hazırlaşırıq. Özdə mən əhd eləmişəm ki, bu Azərbaycanın hansı nöqtəsində o şad xəbəri işsəm, oradan imizə kimi heç bir avtomobildən istifadə eləmədən neçə gün olsa bunu ürəyimdə bir arzum olub. Allah sağlamlığımızı ziyarət elədiyimiz qəbirlərimiz, qəbirstanlığa, ancaq qəbirstanlığa. Babalarımızın, atalarımızın. İnşallah. Siz Mübariz müəllim o suala cavablandırardınız. Sualın cavabı belədir. Doğrudan bugün bu barədə çox aktiv işlər gedir. Qərbi Azərbaycanda artıq bütün dünyanın beynəlxalq məhkəmə, beynəlxalq hüquq orqanlarına müraciətlər olub. Əhalidə bu barədə geniş siyah alınma alındı. Siyahlar hələ davam etdirilir və bizim beynəlxalq qanunların qarşısında qoyduğumuz məqsəd, tələb, xahiş ondan ibarətdir ki, hər bir Qərbi Azərbaycanlıya dəymiş maddi və mənəvi ziyanın ödənilsin. Qərbi Azərbaycanlılar öz ata-baba yurduna gedib, öz doğma kəndlərində yaşasın. Ona görə bu bizim 2 dəfə artıq hüququmuzdur ki, bu torpaq zamanında onsuz da bütöv Azərbaycan olub. Və yekunda bir neçə vacib məqama diqqət yetirmək istərdim. Deməli, təbii ki, bəzi tarixi abidələrin bərpasıdır, bəzi maddi mənəvi sərvətlərin bərpasıdır, kitabların çapıdır, sənədli filmlərin hazırlanmasıdır. Bunlar çox zəruridir. Lakin bütün bunlarla bərabər təbii ki, Azərbaycanlılar üçün ən önəmli olan dinc qayıdış konsepsiyasının reallaşmasıdır. Düşünürəm ki, bunun üzərində bir vətəndaş olaraq hər birimiz düşünməliyik. Hər birimiz bu məsələyə öz töhfəmizi verməliyik. İntellektual müstəvidə, yəni kifayət qədər ciddi araşdırmalar aparılmalı, tədqiqatlar aparılmalı. Yəni dünya da qəbul etsin ki, bura həqiqətən də Azərbaycanın tarixi torpaqlarıdır. Yəni kifayət qədər təkzib olmaz faktlar, elmi sübutlar ortada olmalıdır.
bu aspektdə düşünürəm ki, davam etməlidir proseslər Erməni abi. və sizə bir daha təşəkkür edirəm. Bugünkü verilişimiz bununla da başa çatır. Sağ olun. Növbəti televiziya verilişində görüşənə qədər. Biz də sizə və bu bizim əməkdaşlara minnətdarlıq bildiririk. Onlar da zəhmət çəkiblər. Operatorlarımız da, siz də çox sağ olun. Bu təkcə bizə yox, Qərbi Azərbaycanımıza yox, Azərbaycanımızın gələcəyinə aparılan uğurlu yoldur. Bu yolda da sizə uğurlar arz edirik. Sağ olun. Çox sağ olun Əkrəm müəllim. Diqqət verdiniz, vaxt verdiniz. Çox minnətdarım. Sağ olun.